Salam, hər vaxtınız xeyir olsun. Bugün 1 mart 2026-cı il Zəfər kurslarının təşkil etdiyi blok sınaq imtahanı coğrafiya fənni üzrə 11-ci sinif suallarının izahlarına baxaq. Birinci sualdan başlayaq. Birinci sualda qeyd olunur ki, A və B məntəqələri arasında havanın temperatur fərqi 3.6 dərəcədir. Deməli, horizontal üzərində iki məntəqə qeyd olunub, A və B məntəqəsi. Bunlar arasında temperatur fərqi 3.6 dərəcəyə bərabərdir. İndi bizim ilk işimiz bu 3.6 dərəcəni hündürlüyü ilə ifadə eləməkdir. Bilirik ki, 100 metr hündürlüyə, deməli 100 metr hündürlüyə uyğun gəlir 0.6 dərəcə temperatur. Bəs neçə metr hündürlüyə 3.6 dərəcə temperatur uyğun gələcək? X metrə. Buradan da x bərabərdir. 3.6-nı 100-ə vurub 0.6-ya bölərik. Bu da eləyər təbii ki 600 metr. 600 metr. Biz tapdıq ki, A və B məntəqəsi arasında 600 metr hündürlük fərqi var. Və şəkilə nəzər yetirəndə görürük ki, B məntəqəsi dəniz səviyyəsinə uyğun gəlir. Yəni, dəniz səviyyəsinə uyğun gəldiyinə görə B-nin hündürlüyü 0 metrə bərabərdir. Onda A məntəqəsi neçə metr hündürlüyə bərabər olmalıdır ki, o hündürlükdən 0-a çıxanda 600 qalmalıdır. Deməli, A məntəqəsinin hündürlüyü 600 metrə bərabər imiş. Bunu tapdıq. İndi bu verilənlərə əsasən biz nəyi tapa bilərik? Təbii ki, kəsmə hündürlüyü tapa bilərik. İki məntəqə arasında hündürlük fərqini tapaq. A-dan B-ni çıxanda qalır 600. Bölək aradakı boşluqların sayına. 1, 2, 3. 600-ü 3-ə böləndə elədi 200 metr. 200 metr. İndi tapdıq ki, bu horizontalın kəsmə yüksəkliyi 200 metrə bərabərdir. Keçək sualın digər hissəsinə baxaq. Görə bizdən nə tələb olunurdu? Deyir, miqyası 1 böl 20 milyon olan xəritə üzərində C nöqtəsindən başlayan çayın uzunluğu 9 sm olarsa, çayın orta meyliyini tapın. Gəlin, miqyasa əsasən bir hesablama aparıb çayın həqiqi uzunluğunu tapaq. Həqiqi uzunluğu tapmaq üçün yazırıq. Həqiqi məsafə bərabərdir. Xəritə üzərindəki məsafə vurulsun miqyasın kəmiyyətinə. Yenə buradan yazıram. Həqiqi məsafə bərabərdir. Xəritə üzrə məsafəmiz neçədir? 9. Vurulsun. Miqyasın kəmiyyəti neçədir? 20 milyonda deməli 7 dənə 0 var. 5 dənəsini silsəm qalacaq 2-si. 200. O da bərabərdir. 9-u 200-ə vuranda 1800 kilometr. Deməli, bu çayın həqiqi uzunluğu 1800 kilometrə bərabərdir. Bunu da tapdıq. Bizdən tələb olunan çayın orta meyliyinin tapılmasıdır. Meyliyi tapmaq üçün çayın düşməsini onun uzunluğuna bölməliyik. Uzunluğu tapmışıq. Uzunluğumuz 1800-dür. Qalıb bir dənə bizim işimiz çayın meyliyini tapmaq. Meyliyi tapmaq üçün də təbii ki, biz şəkilə baxmalıyıq. Şəkildə görə nə qeyd olunub? C məntəqəsi burada qeyd olunmuşdur. Burada çayın mənsəbi. İndi düşmə nəyə bərabərdir? Çayın mənbəyinin hündürlüyündən mənsəbin hündürlüyünün çıxmağı. Yəni, belə düsturumuz budur. Gəlin baxaq. Kəsmə yüksəkliyimiz 200 metrə bərabərdir. Dəniz səviyyəsi 0 metrdir. Bura 0-dırsa, bura olacaq 200, bu olacaq 400, 600, 800, 1000, 1200, 1400. C məntəqəsinin hündürlüyü 1400-dür. Yəni, bu çayın mənbəyi 1400 metr hündürlükdən başlayır. Mənsəbi dəniz səviyyəsi, yəni 0 metrdir. Onda düşmə nəyə bərabərdir? 1400-dən 0-ın fərqinə. Bu da eləyər 1400. Yuxarıda qeyd edəcəyik 1400 metr. Və çayın meylliyini tapmaq üçün 1400-ü 1800-ə bölmək lazımdır. Bu da eləyəcək 0,7 metr bölünmüş kilometr. Cavab olacaq birinci sualda B variantı. Keçək ikinci sualın şərtini oxuyaq. Qeyd olunur ki, buzlaq suları ilə işləyən elektrik stansiyası harada fəaliyyət göstərir? Təbii ki, Qrenlandiyanı götürəcəyik burada. Cavab olacaq D variantı. Növbəti sualımız olsun 33. Xəritə sxemə əsasən verilən coğrafi obyektlərdən hansıların adı səhv verilib? Deməli, burada Xəzər dənizinin xəritəsi göstərilir. Bir rəqəmi ilə işarə olunmuş ərazi adlanır. Bir dəqiqə, onlar qeyd edək üzərində. Bura Manqışlaq körfəzidir. 2 rəqəmi ilə işarə olunmuş ərazi Buzati yarımadasıdır. 3 rəqəmi ilə işarə olunmuş ərazi Qarabağazqol körfəzi. 4 rəqəmi isə Çələkən yarımadası. Gəlin görə hansı variantlar səhvdir. Burada 1-ə qeyd edilib Manqışlaq körfəzi. 1 doğrudur. 1-də bir problem yoxdur, amma bizdən səhvləri istəyir. 2 Manqışlaq yarımadası yazıb, amma əslində 2 nə idi? Buzati yarımadası. Deməli 2 səhvdir, cavabda 2 var. 3 Qarabağazqol körfəzi qeyd olunub.
Qarabağazlı körfəzində biz qeyd eləmişik, burada bir problem yoxdur. 4-də Ağrəxan yarımadası, amma əslində 4-də Çələkən yarımadası olmalı idi. 4-də səhvdir. Cavab olacaq Y variantı. Növbəti sualımız 34-cü sualdır. Duzluluqla bağlı belə bir sual var. Duzluluğu 2 promil olan Şimali Xəzərin 5 litr suyundan alınan duzun miqdarı, duzluluğu 10 promil olan Mərkəzi Xəzərin eyni miqdarda suyundan alınan duzun miqdarından nə qədər azdır? Biz Xəzər dənizinin həm şimal, həm də mərkəz hissəsinə əsasən hesablama aparmalıyıq. Gəlin ilk növbədə verilmiş məlumatlara əsasən Xəzərin şimal hissəsi üçün hesablama aparaq. Xəzərin şimalında duzluq 2 promildir. Nə deməkdir? Xəzərin şimal hissəsində 1 litr suyunda 2 qram duz var. Amma bizdən 1 litr yox, 5 litr sudan tələb olunma var. 5 litri tapmaq üçün 5-i 2-yə vuracaq. Eləcək Xəzərin şimal hissəsindəki duzluluq 10 qram. İndi Xəzərin mərkəz hissəsi üçün hesablama aparırıq, mərkəz hissəsinə. Mərkəzdə qeyd olunur ki, su eyni olacaq. Yəni 5 litr olacaq, amma duzluq dəyişib. Mərkəz hissəsində duzluq 10 promildir. 1 litr suyunda, Xəzər dənizinin mərkəz hissəsinin 1 litr suyunda 10 qram duz varsa, 5 litr suyunda 50 qram duz var. 50 qram. Bizdən nə soruşur? Deyir, alınan duzun miqdarında nə qədər azdır? 50-dən 10 çıxanda qalır 40. Cavab olacaq Y variantı. Növbəti sual. Deməli, sualda qeyd olunur 35-ci sualda ki, Venn diaqramını biz yerinə yetirməliyik. Ob, Mississippi və Nil çayları müvafiq olaraq göstərilmişdir. Məlumatları oxuyaq. Bir də qeyd olunur ki, ancaq bir ölkənin ərazisindən axırlar. Təbii ki, burada biz götürəcəyik Obla Mississippi çayı üçün belə bir xüsusiyyət. Deməli, 1-ə uyğun gələcək, birinciyə uyğun gələcək 1. Daha sonra Atlantik okeanının stoplayıcı hövzəsinə aiddirlər. Bu da aid olar Nil çayı və Mississippi çayına aid olan bir məlumat. Çünki Ob çayı Şimal Buzlu okean hövzəsinə aiddir. Deməli, 3-ə də uyğun, 3-cüyə uyğun gələcək 2. Baxaq 3-ə. Şimal istiqamətində axırlar. Nil çayı şimal istiqamətində axır. Ob çayı şimal istiqamətində axır, amma Mississippi çayı isə cənub istiqamətində axıb Meksika körfəzinə tökülür. Deməli, ikinci məntəqəmiz, daha doğrusu ikinci Venn diaqramının ikinci hissəsinə bizim 3-cü variantımız uyğun gələcək. Mənbəyi və mənsəbi fərqli iqlim qurşaqlarında yerləşir. Deməli, Ob, Mississippi və Nil. Bu da 4-cüyə aiddir. Yəni, hər üçünə aid olan bir məlumatdır. 4-ə uyğun gələcək 4. 1-ə 1, 2-yə 3, 3-ə 2, 4-ə 4. D variantını götürəcək burada cavabda. Deməli, 36-da qeyd olunur ki, cədvələ əsasən uyğunluğu müəyyən edin. 1. Buzlaqları öyrənən elm qiasiologiya elmi adlanır. Bəli, burada fikir doğru fikirdir. Doğruya da doğru yazdığına görə bir sualımızın cavabı kimi götürüləcək. 2. Tanganika gölü Afrikanın ən dərin gölüdür. Bu fikir doğru fikirdir, amma doğrunun qarşısına yanlış yazdığına görə sualımızın cavabına götürə bilmərik. 2-lər sualımızın cavabından çıxır. İndi 1 və 3 var. 3-də Niger, Amazon, Temza, Kongo çaylarının hövzələri 3 yarım kürədə yerləşir. Bəli, bu həqiqətən də belədir. Deməli, doğru fikirdir. Doğruya da doğru yazıldığına görə sualımızın cavabı kimi götürürük. Sonra növbəti 4-də alt bataqlıqlar yeraltı suların təsiri ilə yaranır. Doğru fikirdir. Doğruya da doğru yazıldığına görə sualımızın cavabı kimi götürə bilərik. Deməli, 1, 3, 4. 37-ci sual. Görək burada nə qeyd olunmuşdur? Xəritə sxemi əsasən havanın doyma həddinin yüksək, lakin nisbi rütubətliliyinin aşağı olduğu məntəqələri seçin. Nisbi rütubətliliyin aşağı olduğu məntəqələr, məsələn, 6-cı məntəqədə nisbi rütubət çoxdur. Çünki ekvatorial əraziyə düşür. 6 bizim cavabımızda ola bilməz. Və bizə lazımdır ki, doyma həddinin yüksək. Doyma həddinin də yüksək olduğu məntəqələr, temperaturun yüksək olduğu məntəqələrdir. Ona görə 1 və 2 sualımızın cavabında ola bilməz. Çünki həmin məntəqələr qütbə yaxın ərazi olduğuna görə soyuq ərazilərdir. 1 və 2-ni də cavabdan çıxırıq. Deməli, 3, 4, 5. Onlar hamısı tropik kontinental ərazidə yerləşən məntəqələrdir. Cavabımız olur B variantı. Növbəti sual. Görək burada nə qeyd olunur? Böyük Qafqazın orta dağlığı üçün səciyyəvi olmayan əlamət buludluluq yüksəkdir. Bəli, bu həqiqətən də belədir. Ümumi radiasiyanın kəmiyyəti aşağıdır. Bəli, bu da doğru fikirdir. Çünki buludluluq yüksək olduğuna görə ümumi radiasiyanın miqdarı aşağı olur.
Səpələnən radiasiyanın kəmiyyəti yüksəkdir. Bəli, əgər buludluluq yüksəkdirsə, həmin ərazilərdə radiasiyanın səpələnmiş forması üstün olur. Bu da doğrudur. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq çoxdur. Çox deyil, az olmalı idi. Çünki həmin məntəqələrdə buludluq çoxdur. Bu fikir səhv fikirdir. Bizdən də aid olmayan soruşurdu. Yağıntıların miqdarı 1000 mm-dən yüksəkdir. Bu da doğru fikirdir. Burada problem yoxdur. Növbəti sual 39-cu sualdır. Gəlin suala baxaq. Deyir ki, sxemdə günəşin yerə nəzərən vəziyyəti təsvir olunub. Hansı vəziyyətlər arasında sutkalıq amplitudun kəmiyyəti yüksək olar? Deməli, sxemdə günəşin yerə nəzərən vəziyyəti təsvir olunmuşdur. Hansı vəziyyətlər arasında sutkalıq amplitudun kəmiyyəti yüksək olar? Bu, o vəziyyətdə olmalıdır ki, bir, gün ərzində ən yüksək temperaturla gün ərzində ən aşağı temperatur arasındakı fərq. Yəni, bu məntəqələr götürmək lazımdır. Burada biz baxanda görürük ki, gün ərzində ən yüksək temperatur 5-də və 1-də isə gün ərzində ən aşağı temperatur qeydə alınır. Cavabımız olacaq 1 ilə 5. Deməli, 4-də gün ortadır, amma bilirik ki, gün ərzində ən isti, ən yuxarı temperatur gün ortadan 2-3 saat sonraya təsadüf edir. Bu da 5-ə uyğun gəlir. Cavab 1 ilə 5. Növbəti sual 40-cı sualdır. Gəlin 40-cı suala baxaq. 40-da qeyd olunur ki, sxemdə təsvir edilən küləklərin adı, səciyyəvi xüsusiyyəti və təsirinə məruz qalan ərazilər. Bu küləklər hardan hara doğru əsir? 30 dərəcə enliklərdən ekvatora doğru əsir. Deməli, bu hansı küləklərdir? Passat küləkləri. Passatlar. Əgər passat küləkləridirsə, biz burada ikinci və üçüncü ilə işləməliyik. Yəni, birinci ilə işləmək lazımdır. Gəlin, görə hansı variantlarda biri veribsə, onları götürəcək. Deməli, bu variantlar çıxdı. Deməli, cavabımız ya A-dır, ya da D-dir. Bunlardan birini götürəcək. Birincidə uyğun gəlib 1, ikincidə uyğun gəlib 2. Amma A hər ikisində var, Braziliya yaylası. Deməli, bu oxşardır. Bu, Braziliya yaylası passat küləklərinin təsirinə məruz qalan ərazidir. Burada razıyıq. Sonra biz burada D və C məntəqələrinə baxacaq. Görək D yoxsa C passat küləklərinə uyğun gəlir. D-də qeyd olunur Ərəbistan yarımadası. C-də qeyd olunur Çilinin cənub-qərbi. Çilinin cənub-qərbi artıq tropik xəttlərdən cənubda yerləşir. Ona görə bu passat küləklərinin təsirinə məruz qalmaz. Amma Ərəbistan yarımadasına passat küləklərinin təsiri var. Deməli, cavabımız olacaq elə A variantı. A variantını götürdük burada. Deməli, burada çayın uzunluğu verilmişdir. 500 kilometrdir və çayın meyilliyi verilib. 3 metr bölünmüş kilometr. Çayın meyilliyini tapmaq üçün onun düşməsinin uzunluğuna bölürük. Amma sualda həm meyillik verilmişdir, həm uzunluq verilmişdir. 500. Onda 2 məlumat verilibsə D, yəni düşməni tapmaq üçün 500-ü 3-ə vuraq eləyər 1500. Deməli, bu çayın düşməsi 1500-ə bərabərdir. Bunu tapdıq. İndi gəlin görə bu çayın mənbəyi və mənsəbinin hündürlüyü nə qədərdir? Mənsəbi zaten bizdən soruşur. Mənbəyini tapmaq üçün bizə kömək edir burada. Deyir, çayın mənbəyində atmosfer təzyiqi 400 mm civə sütunudur. 760 mm civə sütunu olan normal təzyiqdən 400-ü çıxarırıq. Eləyər 360 mm civə sütunu. 360 mm civə sütunu. Bu da 3600 metr hündürlüyə uyğun gəlir. Yəni, bu dağın mənbəyi 3600 metr hündürlükdən başlayır. İndi mənsəbi tapmaq üçün yazaram 1500 bərabərdir. Yəni, çayın düşməsi bərabərdir. Onun mənbəyi 3600 çıxılsın mənsəb, yəni x. Buradan da x neçədir? 2100. Cavab olacaq B variantı. Növbəti suala baxaq. Xəritə sxemi əsasən məntəqələr üzrə yağıntıların orta illik miqdarının ardıcıllığını müəyyən edin. Verilmiş məntəqələr əsasən biz müəyyən edirik ki, deməli, bu məntəqələrin içərisində yağıntının ən çox düşdüyü məntəqə 3-cü məntəqədir. Çünki ekvatorial ərazidə yerləşir. Ona görə sonuncu məntəqəmiz 3 olan variantlarla işləyəcək. Bu da C və Y variantlarıdır. İndi 3-dən əvvəl hər iki variantda 4 var. Subekvatoral iqlim qurşağında yerləşən Cape York yarımadası var. Amma 1-2-2-1 variantlarda dəyişiklik bunlardır. Gəlin görək hansı variantdan başlamaq lazımdır. Hansı məntəqədən başlamaq lazımdır. Birinci məntəqə düşür təxminən Turan ovalığına
Amma ikinci məntəqə düşür, deməli, Avropanın mülayim iqlim qurşağının daxilinə. Və buradan biz nəticə çıxara bilərik ki, ikinci məntəqəyə yağıntı birinci məntəqədən daha çox düşür. Ona görə artma sırası tələb olunursa, birinci məntəqə gələcək, sonra 2, sonra 4 və sonra 3-cü məntəqəni götürəcək. Cavab olacaq C variantı. Növbəti sual 43-cü sualdır. Verilmiş iqlim diaqramına əsasən doğru olmayan cavabı müəyyən edin. Bizdən səhv cavabı soruşur. İqlim diaqramı temperatur -5 və -25 arasında dəyişir. Şimala doğru istiqamətlənmə baş verib. Deməli, şimal yarımkürəsi üçün xas olan bir iqlim tipidir. Yağıntılar şimal yarımkürəsinin qış ayları üçün səciyyəvidir. Yayda hava quraq keçir. Doğru olmayan məlumat bizdən soruşulur. A variantı. Qış rütubətli və mülayim, yay isə isti və qurudur. Bəli, tamamilə doğrudur. B. Keçid iqlim qurşağı qrafikidir. Bu iqlim qrafiki aid olacaq subtropik iqlim qurşağının Aralıq dənizi tipinə. Subtropik də keçid iqlim qurşağıdır. 2 də doğru variantdır. C variantında qeyd olunur. Cənub yarımkürəsində yerləşən məntəqənin iqlim diaqramıdır. Bu fikir səhv fikirdir. Çünki şimal yarımkürəsi üçün iqlim qrafikidir. C variantı sualımızın cavabı kimi götürülə bilər. Növbəti suala baxaq. Deməli, 44-də qeyd olunur ki, verilmiş sxemə əsasən rəqəmlərlə verilmiş coğrafi obyektlərin adlarını müəyyən edin. Bir haradır, bir Apennin yarımadasıdır. 2 Cəbəl Tariq boğazı. 3 Siciliya adası. 4 Qara dəniz. 5 Adriatik dənizi. Cavab olacaq A variantı. 45-ci sual. Verilən zirvələrdən hansında atmosfer təzyiqi ən azdır? Qızyurdu 2433 metr. Camışdağ deməli, Camışdağda olacaq. Deməli, burada 3 pozuldu. 2433 metr. Camışdağ olacaq 3724 metr. Qapıcıq 3904 metr. Kömürköy 2493, Babadağ 3629. Ən az atmosfer təzyiqi ən az hündürlüyə malik olan ərazi üçün səciyyəvidir. Bu da Qızyurdu üçün olacaq. Növbəti sualımız olacaq 46-cı sual. Burada qeyd olunur. Ərazisində yarım səhra quru çöl, mülayim isti iqlim, sonra soyuq, dağ tundra iqlimin yerləşdiyi inzibati rayon hansı rayondur? Təbii ki, burada götürəcək Şəki, yəni B variantı. Növbəti sualımız olacaq 47-ci sual. Sakit okeana aid olan adaları seçin. 1. Aleut Sakit okeana aiddir. 2. Maldiv Hind okeanına aiddir. 2 olmaz. 3. Yapon Sakit okeana aiddir. 4. Antil deməli Atlantik okeana aiddir. 5. Havay Sakitə aiddir. 6. Seyşel Hind okeanına aiddir. Cavab olacaq Y variantı. 48. Qütb ulduzunun görünmədiyi yarımadaları seçin. Burada bizə lazımdır ki, həmin məntəqələr Cənub yarımkürəsində yerləşsin. A variantında Somali, Hindistan çıxar. B variantı götürə bilərik. Hər ikisi Avstraliya materikində yerləşir. Növbəti sual 49-cu sualdır. Burada bizdən qeyd olunur. Xəritə sxemə əsasən isti cərəyanları seçin. 1. Gulf Stream isti cərəyandır. 2. Kanar soyuq cərəyandır. 3. Mozambik cərəyanı isti cərəyandır. 4. Peru soyuq cərəyandır. 5. Krosio isti cərəyandır. 6. Qərbi Avstraliya soyuq cərəyandır. Cavab olar 1, 3 və 5. Növbəti sual 50-ci sual. Birinci və ikinci sxemə əsasən uyğun gələn müvafiq olaraq çayları müəyyən edin, seçin. 1 nədir? 1 deltadır, 2 estuaridir. İndi baxaq. Deltaya uyğun gələn çaylar burada hansılardır? Orinoco çayı, daha sonra Qanq çayı, bir də Mississippi. Bunlarda deltadır.
Sonra Obdu, Kongo və Müqəddəs Labirenti çaylarında isə nədir? Estuaridir. Cavab olar 1-ə 1, 3, 4, 2-ə 2, 5, 6 D variantı. 51. Axarlı gölləri müəyyən edən Aral olmaz, Balxaş olmaz, Viktoriya yuxarı hər ikisi olar. Cavab C variantı. 52-ci sual. Düşmə kəmiyyəti yüksək, ancaq meyilliyi az olan çayı müəyyən edin. Murray, Colorado, Kolumbiya, Volga, Amazon çayı. Y variantı. Növbəti sual 53-cü sualdır. Xəritə sıxımı əsasən Şimali Amerikada yerləşən böyük göllər qrupunda iki gölün adı səhv göstərilmişdir. Səhv göstərilən gölləri müəyyən edin. Yuxarı göl elə yerindədir. 2 Huron, 3 Michigan, 4 Erie, 5 Ontario. Erie, Ontario gölləri də yerindədir. Bunların hətta orta hissəsində, sərhədində Niagara şəlaləsi yerləşir. Cavabda 2 və 3-cü gölləri götürəcək. Cavab 2, 3. 54. Bəhramtəpə hidro qovşağından başlayan suvarma kanallarını seçin. Bəhramtəpədən başlayan Başmil, xeyr. Başmuğan, bəli, başlayır. 2 var. Əzizbəyov oradan başlayır. Yuxarı Qarabağ Mingəçevir su anbarından başlayır. 5 Mingəçevir su anbarından başlayır. Cavab olacaq 2, 3. 55-ci sual. Xəritə sıxımı əsasən təsvir edilmiş deməli, çay hövzəsinə aid olan xüsusiyyətləri seçin. Burada gəlin görək hansı məlumatları seçmək sualımızın cavabına uyğun gələcək. 1. Livingston və Stanley şəlalələri yerləşir. Bəli, bu doğru fikirdir. Stanley və Livingston şəlaləsini burada biz götürə bilərik. 1 var. Daha sonra 2. Ancaq bir ölkə ərazisində axır, xeyr. Bir və ya bir deyil, bir neçə ölkə arasından axır, 2 səhvdir. 3. Hövzəsi tropik işıqlanma qurşağında yerləşir. Bəli, bu da doğru fikirdir. Həqiqətən də ekvatorun ərazisindən keçir. 4. Buzlaq və qar suları ilə qidalandığı üçün yaylarında bol su olur. Əslində, yağış sularına qidalandığı üçün yaylarında bol su olur. Ümumiyyətlə, yayda yox, ilin bütün vaxtlarında bol su olmalıdır. Yəni, bu fikir səhv fikirdir. 5. Ancaq şimal və şərq yarımkürəsində yerləşir. Bu da səhv fikirdir. Çünki Qrimis xətti tərəfindən şimal və şərq yarımkürəsi yox, cənuba da düşür. Ekvator xətti tərəfindən kəsildiyinə görə şimal, cənub da qeyd olunmalıdır. Amma cənub yazılmayıb. 5 də səhvdir. Mənsəbi estuaridir. Bəli. Deməli, cavab olacaq 1, 3, 6. Burada Afrikanın mərkəzindən axan Kongo çayından söhbət gedirdi. Növbəti sual 56-cı sualdır. Mütləq hündürlüyü 1000 metrdən yüksəkdə yerləşən gölləri seçin. Candar göl olmaz. 1000 metrdən yüksək olmaz. Ağzıberçala gölü Xəzər dənizinə yaxın yerləşir. Olmaz. Göygöl, bəli, yüksək dağ gölüdür. 3 var. 4. Maral göl. Bu da eyni zamanda elə bir-birinə yaxın yerləşir. Batabat, Naxçıvanda, Şahbuz tərəfdə yerləşən hündür dağ gölüdür. Sarısı gölü Aran zonasında yerləşir. Cavab olar 3, 4, bir də 5. 57-ci suala baxıram. Böyük Qafqazın şimal-şərq yamacının çayı Qusar çay. Deməli, 1-də A. Qarabağ vulkanik qayləsindən başlayan tranzit olmayan çay. Yəni, ölkəmizin daxilindən axan çaydan söhbət gedir. Deməli, gedərik burada Tərtər çay. 2-yə C. Tarış dağlarından başlayan yağışla qidalanan çay. Lənkəran çayı. Deməli, 1-də A, 2-də C, 3-də E. Növbəti sualımız artıq situasiya suallarıdır. Demək, burada qeyd olunmuş mətndəki məlumatlara, suallara cavab verək. Mətndəki məlumatlara əsasən 1. 58-də qeyd olunmuş birinci sualdakı suvarma sisteminin qurulmasının səbəbi nədir? Burada da qeyd olunub həqiqətən də suvarma sisteminin qurulmasına səbəb ərazidə yağıntının miqdarının az olması. Yəni, həqiqətən də yağıntının miqdarı az olarsa, orada süni suvarmaya ehtiyac yaranar. Daha sonra qeyd olunur ki, suvarılan ərazilərdə
torpaqların şoranlaşma səbəbi nədir? Onun da cavabı bu mətn üzərində qeyd olunmuşdur. Suvarma prosesinin düzgün aparılmaması ərazilərdə, qurun sularının səthə yaxın olduğu ərazilərdə deməli şoranlaşma prosesini yarada bilər. Üçüncü, suvarılan ərazinin rütubətlənmə əmsalını hesablayın. Rütubətlənmə əmsalını tapmaq üçün yağıntının miqdarının buxarlanma qabiliyyətinə olan nisbəti ilə ölçülür. Burada da yağıntının miqdarı 200-400 mm və buxarlanma qabiliyyəti isə 1000-1200 mm arasında dəyişir. Bunların bir-birinə nisbəti ilə sualı cavablandıra bilərik. Demək, 59-da qeyd olunur, cədvəldə verilmiş suvarma kanallarını, başladığı su anbarları və ya hidroqovşaqların bəziləri səhv göstərilmişdir. Səhv verilən cavabları tapın, düz cavabla əvəzləyin. 1. Samur-Abşeron kanalı Samur çayından başlayır, bu doğrudur. 2. Yuxarı Şirvan kanalının Yuvarbara su anbarından başlamır, Mingəçevir su anbarından başlayır, burada Mingəçevir su anbarı olmalıdır. 3. Yuxarı Qarabağ suvarma kanalı Mingəçevir su anbarından başlayır fikri doğrudur. 4. Baş Mil kanalı Yuxudafərin su elektrik stansiyasından deyil, Milmuğan su elektrik stansiyasından başlayır. Deməli 5. Baş Muğan Bəhramtəpə su qovşağından başlayır, doğru fikirdir. Əzbəyov Araz su qovşağından yox, Bəhramtəpə su qovşağından başlayır. Cavabımız belə olmalıdır. Növbəti sual 60. Xəritə çıxımında təsvir edilən məntəqələri suvarıldığı kanallara görə uyğunlaşdırın. 1. Samur-Abşeron 3-ə uyğun gəldi 1. 2. Əzizbəyov 2-yə uyğun gəldi Əzizbəyov. 3. Qaldı Yuxarı Şirvan, Yuxarı Qarabağ. 3-ə uyğun gələcək Yuxarı Şirvan, 4-ə uyğun gələcək Yuxarı Qarabağ. Bu qədər.